Salam qızlar. Deməli bu günləri qərar verdim. 2 dənə təzə məhsul test edəcəm. Oxşar məhsulları test eləmişdim, amma iminlə bununla bunu bu günləri test edəcəm. Çox səbəb olaraq. Bir dənə bir şey deyim ki, yəni bütün marketlər, supermarketlər olsun, nə bilim bakerylər olsun, müəyyən bir şeylər hazır yerlərdə, amma hərəsinin özünün spesifik məhsulu olur. Son bir ayda nə kəşf etmişəm? Deməli Tesco'nun bir dənə çörəyi var. Bagetdir, amma onu göstərəm sizə gələn verilişlərdə şeyləndir də, çiçəklərlə, dənələrlə. Amma təzəlicə bir dənə şey kəşf etmişəm. Bu çörək, bu nədir də? Deməli, jalapeno və cheese, jalapeno və cheese. Həqiqətən çörəkdir, yəni hər şeylə gedər. Yəni liboy çörəyi, yəni təndir çörəyi heç nə yox. Yəni buradan da baxın. O birisi çörəklərdə sizə göstərəcəm. Deməli birinci yoxlayırıq bunu. Yəni Fransız məhsuludur, yəni Fransanın istiqlal bölgəsindən. Yəni nədir? Heç bir fikrim yoxdur. Almışam şeydən, Max Mensu'dan. Bir qat qaymaq iyi verir. Yumuşaq qaymaq. Sən mənim bu çörəyi sağ olsun. Heç nə xatla çörək. Heç olsun. Tez olsun. Bol qoyuruq malzəmədən qaçırıq. Şimdi kaynamıyor. Yumuşak kaymak. Yeter diyorum. Şimdi bu yok veriyor. Tekstura. Kaymak şimdi. Öğretmen burada kaymak. Şirin kaymak. Bildiğin kaymaklı. Yani bizim kendi kaymaklı seviyesinde. Ama şirindir. Ben önce niye böyle şeydi ya. Pronto değil. Ergince şeker alabilirim. Bildiğin şirin kaymak. Bu da. Çok güzel. Bu şirin kaymaklı. Bu da yumuşak kaymak. Yani sert değil, yumuşak. Yavaş kadar bunu. Öpüyor oraya. Yani bir daha az daha yardım atmıştım. Bugün kardeşiz. Hello'nun bir şey bakar. Sen de Hello'nun güzelliğine bak. Konkret. Bilmem sen değil mi? Süper. Arada yemek lazım Hello. Yaşaydı. Kızardım. Beyaz değil. Öpüyor oraya.